Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne asdaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Mühtərəm qardaşlar, ilk olaraq hər birinizi Allah subhanahu wa ta'ala'nın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah. Və Allah subhanahu wa ta'ala'ya sonsuz sayıda şükürlər olsun ki, bizi cəm eləyibdir. Və bu məclisi səbəbkar olan qardaşlardan Allah razı olsun. Və həmçində buraya yığışan qardaşlarımızdan Allah razı olsun. Və həmçində ki, elə bu məşkanın sahibinə də Allah subhanahu wa hidayət versin və Allah subhanahu ondan razı olsun. Deməli, qardaşlar, bu özü sözsüz ki, bu Allahın istəyi ilə olan bir şeydir. Nə varsa, hamısı Allahın yazısı ilədir. Belə cəm olmaq, xüsusən də belə böyük bir qabaqdan gələn Ramazan ayından qabaq çox büyük, möhtəşəm bir işdir. Sözsüz ki, bunu əgərlərim dəyərləndirərsinizsə, sözsüz ki, burada məndən qabaq olan qardaşımızın nəsiyyətlərinə qulaq asıb, saz olaraq qulaq asmaq olmazsa, biz də bilirsiniz ki, insan qulaq asdı, bildi, artıq yəni yüklənir. Nə ilə yüklənir? Yəni əməllə. Əgər əməl eləməzsənsə, necə ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə Cümə surəsində bildirir, o kitabı daşıyıb, onu əməl eləməyənləri nəyə bənzədir? Uzan qulaqlara bənzədir. Yəni, bu da belədir. Əgər elm olarsa insanda, əməl olmazsa çox böyük problemlər var. Bəzi insanlar var ki, biz rast gəlirik, nəsə deyəndə və yaxud nəsə dəlil deyəndə, nəyisə aslında deyir, istəmirəm bilmək, deyirsən, niyə görə? Deyir, mən bilsəm artıq yüklənmiş olacam və ona əməl edə bilməyəcəm. Bu özü başqa bir problemdir. Yəni, qardaşımız əlhəmdülillah, Allah elminə bərəkət versin, elm barəsində danışdı, düzdürmü qardaşlar? Qısaca olaraq, yəni, o elm əgər əməl olmazsa, nə gözləyir insanı? Söz ki, biz bildik və kimə bənzətmiş olarıq? Sən heç bir çıxış yolun yoxdur ki, sən dini bilməyəsən. Necə ola bilər ki, sən bir ticarətə girmədən, sən bir iş görmədən, sən bir həkimin yanına getməmişdən əvvəl onun barəsində elmin olur. Düzdürmü? Aparıb kimin qarşısına olsa övladını qoyarsan, bir nəfər desə ki, o elmsiz bir həkimdir və yaxud da ki, kimlərsə artıq bədbəxt edib. Əlbəttə ki, yox. Həmçində aydın bilsən, gedib bazardan belə, pomidor xiyar alanda belə, meyvə tərəvəz alanda, bilsən ki, o insan tərəzdə səni aldadır və yaxud da ki, bilsən ki, o sənə yaxşını göstərib, pisi verir, neynərsən, onun yanı heç getmərsən. Və necə də ola bilər ki, sən dininə gələndə deyirsən ki, mən örgənməyim, yüklənmiş olar. Baxın, hamımızın bildiyimiz, yəni siz dəfələrlə, yəni sözsüz ki, bizdən böyük tələbələrimiz deyib, Allah onlardan razı olsun, elmlərə bərəkət versin. Və həmçindəki alimlərin sözü, yek dilli alimlər Fatih surəsinin axır ayəsində, təfsirində yek dillidirlər ki, bu axır ayədə Allah subhanahu wa ta'ala qəsd edir kimi Yahudiləri və Nasraniləri. Yəni, qayril məğdubi aleyhim və ləddalin. Qayril məğdub nə deyirsən ki, Allahım məni qəzəbə, dürsar olmuşlardan eləmə. Düzdürmü? Və ləbbalinlər kimlərdir? Deyirsən ki, Rəbbim məni azmışlardan eləmə. Deməli, niyə görə Allah subhanahu wa ta'ala'nın Yahudilərə, yəni qəzəbi və yaxud onlar, niyə görə Allahın qəzəbinə düçar oldular? Musallət oldu. Niyə görə? Ona görə ki, onlarda elm var idi. Onlar əməl eləmədilər. Onlar bilirlər ki, peyğəmbərlər haqdır.
Hətta Allah Rasulü s.ə.v-in Mədinəyə gəlmə yəni ki, xəbərini yahudilər verir ilk olaraq. Bilirsiniz onu? Sonra yəni onlar artıq bilirlərdi bu peyğəmbərdir. Sadəcə onlardan olmadığına görə onu qəbul eləmədilər. Elm var idi. Və ondan qabaqki peyğəmbərlər öldürdülər. Onlara qarşı çıxdılar. Elmi şəkildə elm ola. Deməli, insanda elm olarsa, alimlər deyir, bu ayənin təfsirində, insanda elm olarsa, əməl olmazsa, deməli, onda təşbih var kimə? Yahudilərə. Yəni, özünü yahudilərə bənzətmiş olar. Yaxşı, insan elm yoxdur, deyirsən ki, öyrənmirəm, mən belə əməl edəcəm, yüklənmiş olmayayım. Və onda kimə bənzətmiş olsun özünü? Növbəti gəlir. Deyirsən, qayril məğdubi, sonra deyirsən, qayril məğdubi aleyhim vələddallin. Allahım, məni həmsinin də azmışlardan eləmə. Azmışlar kimlərdir? Xaspərəslər, nəsranilər. Onlar elmsiz şəkildə əməl elədilər. Dedilər ki, İsa Allahın övladıdır. Allah sınır bu sözdən. Allah subhanət, baş və nöqsansızdır bundan. Və yaxud da dedilər, İsa ilə ilah özüdür. Elmi şəkildə dedilər, əlbəttə ki, elmsiz dedilər. Düzdürmü? Elmsiz şəkildə dedilər. Deməli, baxın qardaşlar, biz isə o ümmətik ki, ortada elm olmalıdır və əməl olmalıdır. Yəni, elm olarsa, əməl olmazsa, bu aynı meylənəcəksən, Yahudi tərəfə. Əgər elmsiz əməl eləyəcəksənsə, onda meylənəsən bu isə. Yəni, sənin heç bir çıxış yolun yoxdur öyrənməməyə. Sən mütləq öyrənməlisən. Çünki Allah Rasulü sallallahu aleyhi və aleyhi və səlləm dedi ki, Tələbətul ilmi faridatun alə kulli muslim. Elm tələb eləməsi bütün müsəlmanlara vacibdir. Ərəb dilində qayda var. Əgər kul gələrsə və ondan sonra qeyri-müənnif gələrsə, o halda bütün cinsi yanı, bütün cinsləri əhatə edir. Yəni, qadın və kişini fərqi yoxdur. Yəni, istər kişi ol, istər qadın olsun. Hamıya elm almaq vacibdir. Baxın, indi də qardaşlar, sözsüz ki, böyük bir ay gəlir. Çox böyük. Yəni, sözsüz ki, bunu yalnız dərk edən, bunu elmi şəkildə daxil olanlar və əxlaqlı, ədəbli daxil olan və özünü o ayda islah edən və o ayda həqiqi mənada dəyişən və o aydan çıxandan sonra o ayın təsirini hiss edən qazanmış olacaqdır. Necə ki, hansı ibadət olsun, o ibadət, necə biləcəksən ki, Allah subhanahu wa ta'ala qəbulli və yaxud eləməyir. O ibadətdən sonra əgərəm Allah subhanahu wa səni xeyrə yönəldirsin. Həcc elədin. Deməli, sən o həcc ibadətindən sonra Allah subhanahu wa ta'ala sənə daha xeyrə yönəlirsənsə, deməli, o ibadətin sənin qəbul olubdur. Ümrə elədin, həmsinin. Ramazan ayıdır, bitirdin və ondan sonra artıq səndə dəyişikliklər varsa, xeyir tərəfə bil ki, onda Allahın izni ilə o ayda elədiyin ibadətlər, tutduğun oruçları qəbuldur. Yəni, mən qardaşlar, yəni oruc tutmaq mənası nədir? Yəni, özünü saxlamaq. Yəni, nədən? Bir mənası budur yeməkdən. Yəni, gün çıxmamışdan qabaq, yəni sübh namazından və məğrib namazından kimi, düzdürmü? Bu xüsusidir, bu xüsusi orucdur, oruclu olana, yəni ki, aclıq orucu. Yəni, Allah subhanahu wa ta'ala üçün tərk edirsən içməyini, yeməyini. Yaxşı, bu Ramazan ayına və yaxud da ki, başqa nafilə oruclara olan ay. Bəs bizdə il boyu oruclar var. Sən hər bir gün, hər bir saniyə, hər bir dəqiqə oruclu olmalısan. O hansı oruclar? Özünü saxlamaq orucu, göz orucu, qulaq orucu, dil orucu, əyaq orucu, əl orucu. Yəni, neynəməlisən? Qorumalısan qulağını. Nədən? Pis şeylə qulaq asmaqdan, dilini qoruyacaqsan, gözünü qoruyacaqsan, əyağını qoruyacaqsan ki, harama getməsin, əlini qoruyacaqsan. Və bu hamısı orucdur. Yəni, özünü saxlamaq üçün, Allah üçün. Sözsüz ki, bu əməllər Allah üçün olarsa nə gözəl. Olur bilsin ki, əlhəmdülillah, yəni böyük nimətdir, böyük günlə əgərərim sən sağ-salamat bu günlərə çatmısansa. Neçə insanlar var və olubdur, insanlara başa salıblar, oruçluqda necə olmağı, nələr eləməyi, düzdürmü? Bir barnamij qoyublar, amma onlar özləri oruçluğa heç çata bilmirlər. Və yaxud çatanmazlar, girmədilər.
Böyük nemətdir. Çünki necə ki Əbu Hüreyrə radiyallahu anhudan rivayet olan hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, artıq Ramazan ayının məğrib azanı oldu mu, keçdim məğribdən, artıq Ramazan daxil oldu, düzdürmü? Deməli, Ramazan daxil oldu, deməli, nə oldu? Heç nə, şeytanlar zincirlənir. Və həmçinin cinlərin ən xəbisləri, hamısı nə edir? Zincirlənirlər. Və cəhənnəmin qapıları bağlanır, heç bir qapı açıq qalmır. Və cənnətin bütün qapıları açılır. Və xeyir iş görənə mələklər hər gecə nida edirlər, yəni artır, elə. Və pis iş görənə deyirlər deyən. Sözsüz ki, bunu heç kim eşitmir. Bu yalnız Allah tərəfindən, yəni mələklər bunu deyir. Sən də, mən də qardaşlar, baxın, indi fürsətdir, nə qalıb ki, yəni bu günlərim artıq ayın 16-sıdır. İndi bizdə artıq 19-u Allah müvəffəq eləsə Ramazanın birinci gün olacaqdır. 18 axşamı, niyyət axşamıdır. Nə etməliyik? Yəni bu ay girməmişdən özümüzü hazırlamalıyıq. Sözsüz ki, çoxdan yəni hazırlıqlar getməliyik, amma hələ də gec deyil. Ümumiyyətlə gec deyil. Nə vaxta kimi? O vaxta kimi mələk yəni görünməyənə kimi, ölüm mələyi. Amma bəzi insanlar gözləyir, misal üçün, hansısa bir işi bitirməyi və yaxud hansısa bir məktəbi qutarmaq və yaxud hansısa bir yaşa dolmaq. Sözsüz ki, bunlar hamısı nədir? Onların qurduğu planlardır. Amma Allah dərgahında hər şey artıq yazılıbdır. Və yaxud da ki, insan cavan olanda daha gözəl əməl eləyə bilər. Misal üçün, indi geçsin 20 yaşında bir cavan, 25 yaşında və geçsin 60-70 yaşında bir yaşa dolmuş insan stadiona və qaçsın orada. Hansı daha çox qaçacaq? Əlbəttə ki, o cavan. Və yaxud da başqa misallar çəkmək olur. Bu da elə qardaşlar. Yəni insan cavan olanda daha çox ibadət edə bilər Allah Subhanahu taala. Yəni o daha çox cəhd edib gecə namazlarına dura bilər. Yəni bir gün içində görürsünüzmü? Bu elə belə şey deyil. Yəni əksəriyyət insanlar görürsən ki, məhrum olubdur bundan, gecə namazlarından. Bu nədəndir? O gündüz elədiyin günahların üzbatından. Allah müvəffəq eləmir. Və yaxud da görürsən, sübh namazlarına yatılıb qalınır. Nədəndir bunlar? Allah qorusun. Hamısı günahlardandır. Günahlardandır. İnsan çünki necə yatarsa, elə də qalxar. Görürsən, insan nə edir? Əlində telefon və yaxud da nə bilim, hansısa bir seriala baxaraq, hansısa bir nəyəsə baxaraq və s. yatır. Və necə sən duracaqsan Allahın hüzuruna, o gecənin üstə bir hissəsinə, Allah Subhanahu taala indir ən aşağı səmaya və deyir, ey deyir, tövbə edənlər varsa tövbənizi qəbul edin. Bir istəyiniz varsa onu sizə verin. Necə dura bilərsən? Əlbəttə dura bilməyəcəksən. Bu da Ramazan ayının qardaşlar, yəni fəzilətindən danışası olsaq, nəinki saatlarımız, günlərimiz belə bəs eləməz. Günlərimiz belə bəs eləməz. Amma Bəqərə surəsinin 185-ci ayəsindən bir qismini istədiyim, Allahın izni ilə, sözsüz ki, çoxunuzun bildiyi ayədir. Şəhr-ü Ramazan-əlləzi unzilə fihil Qur'an hudən linnəsi və bəyinətin minəl-hudə vəl-furqan. Baxın, bu o aydır ki, Allah Subhanahu taala deyir ki, yəni Ramazan ayı insanları doğru yola göstərən. Və içində, yəni nəyin içində? Yəni Quran-ı Kərimin içində. Haqqı batildən ayırmağa açıq, aydın dəlillər olan Quran nazil etdi. Bu ayı Allah Subhanahu taala seçdi. Allah seçdi və Quran nazil elədi. İlk olaraq bütövlü ilə nazil olur. Sonra isə, yəni Allah Resulü s.ə.və yox, Lövh-i Məhfuzdan. Sonra isə 23 il ərzində Allah Subhanahu taala mələklər vasitəsilə və yaxud da yuxu vasitəsilə Peyğəmbər s.ə.v 23 il ərzində nazil edir. Və bu o aydır. Yəni mübarək. Mübarək nə deməkdir? Əgər Allah Subhanahu taala adlandır bunu mübarək, qardaşlar, yəni o ayda çoxlu bərəkət olan ay. Yəni bu əgərlərin biz bu aya daxil olursa, yəni səhhətimiz yerində və tam sağlam, bu bilirs nədir? Bu Allahdan verilən ən böyük nimətdir.
Bunu yalnız kim bilə bilər? Yalnız o insan ki, ondan məhrum olmuş. Necə ki, sağlamlığın dəyərini daha yaxşı kim bilər? Əlbəttə ki, xəstə insan. Xəstəliyindən sonra. Düzdürmü? Və yaxud da cavanlığın qədrini daha çox kim biləcək? Artıq yaşı dolmuş insan. Yəni, ona görə bax, biz nə etməliyik? Hazırlaşmalıyıq. Baxın, indi çoxumuz burada hərə bir işlə məşğul olur. Düzdürmü? Müxtəlif. Və hərə bir mövsümü var. Ticari mövsümü, olsun nəsə də. Yəni, tacirlərin hərəsinin müxtəlif mövsümləri var. Birinin mövsümü yaydadır, birinin mövsümü yaydadır, payızdadır, yazdadır, qışdadır, düzdürmü? Möminlərin mövsümü qardaşları gəlir. Möminlərin mövsümü gəlir. Bu Ramazan ayı möminlərin mövsümüdür. O gözlədiyi, tacirlər ki, gözləyir ki, yəni qazanacam. Bu mövsüm gəlsin, bunu eləyəcəm, onu eləyəcəm. Bax, bu bizim mövsümümüzdür Allah'ın izniyle. Bundan da ki, yəni hansı tacir mövsümdə daha gözəl qazanır, hansı ki, planla işlərini görür, düzdürmü? Hazırlıqlarını görür. Misal xurma işi görür biri. İnir qabaqcadan yeşiklərin hazırlayır, karzinkaların hazırlayır və sərlər, düzdürmü? Beyhilərin verir, gedir bağa, klientlərin. Sən də elə qardaşım, Ramazan ayının da hazırlıqları var. Və sənin də planların olmalıdır. Mən sizin bu vaxtdan bu vaxta kimi Quran oxuyacağım, bu vaxtdan bu vaxta kimi bunu eləyəcəm, bu vaxtdan bu vaxta kimi bunu eləyəcəm. Yenə də ruzunuz alınca Allah'ın izniyle. Əgər elə olarsa, inşallah Rəbbimin izniyle o aydan biz gözəl qazançla çıxarıq. Və o aydan qazançla çıxarıqsa Allah'ın izniyle o bizim üçün böyük bir mədrəsə olar. Əslində Ramazan ayı bilirsiniz, insana yəni ən böyük mədrəsədir. Hətta alimlər deyir ki, ömürlük mədrəsədir. Necə ömürlük mədrəsə olur? Halbuki bir ayda deyəcəksiniz. Baxın qardaşlarım, çatırıq Ramazan ayına, düzdürmü? Sələflərin yolu nə olub Ramazanda? Onlar Ramazandan qabaq da əməl eləyiblər. Ramazandan qabaq da Quran oxuyublar. Bizdən fərqli olaraq. Düzdürmü? Onlar yəni Ramazana girirlərdi, günə bir dəfə xətim eləyirdi, elələri var idi. Elələri də vardı 2 günə xətim eləyirdi, elələri vardı 3 günə xətim eləyirdi. Aydındır? Bu nəyə görə? Çünki onlar Quranla məşğul olurlardı il boyu. Biz isə giririk, bir cüzgüdən oxuyuruq və yaxud da bir az çox, bir az az, bir görsən günlər qutarır, ay qutarır, bir dəfə belə xətim eləməmiş çıxırıq. Niyə görə? Ona görə sən Ramazandan qabaq oxumurdun. Ona görədir. Və Ramazan ayı yəni müsəlmanların ömürlük mədrəsəsidir. Niyə görə? Ona görə daxil olursan o aya özünü islah edirsən. İslah edirsən, yalnız islahla məşğul olsan. Və sonra isə Ramazan ayı çıxandan sonra o islahiyyətlər elədiyin var idi özlərində, onları qoruyub saxlayırsan. Məsələn, günə bir cüzü ayırmamışdın, oxuma, oxu. Yenə də dayanma. Heç olmasa günə bir cüzü oxu. Bir cüz oxuyacaqsan, dayanmayacaqsan. Və növbəti Ramazana çatanda artıq nə olacaq? Əlbəttə sən artıracaqsan. Və o birisi Ramazana çatanda yenə də artıracaqsan. Və belə-belə olur insanın ömürlük mədrəsəsi. Və Allah subhanahu çox istəyir olmaq istəmirəm. Rəbbimizdən yəni diləyirəm ki, Allah subhanahu hər birimizə müvəffəq eləsin ki, o aya daxil olaq və o aydan faydalanaq, özümüzü islah eləyək. Və o aya necə daxil olmaq lazımdır? Tam əxlaqla, gözəl əxlaq. Gözəl əxlaq nə deməkdir? Yəni özünü gözəl göstərmək yox, Allahla olan münasibətini düzəltməlisin. Elə düzəldərək girmək. Bax ki, hansı günahların var idi, onlara tövbə elə. Bax ki, hansı naqisliklərin var idi, onları düzəl. O boşluqlar var idi, onları doldur gözəl əməllərlə. Yəni bilirsiniz nətər? Arxayınçılıq gəlməsin. Əgər arxayınçılıq gəldirsə, artıq bil ki, məhv olursun. Yəni özünü bəyənməyə başlamısansa, kiməsə artıq üstdən aşağı baxmağa başlamısansa, əməllərdə, ibadətdə bil ki, artıq məhv olmuşsan. Artıq məhv olmuşsan. Sadəcə sən bilmirsən onu, dərk edə bilmirsən. Yəni Allah'a sığın. Qayda necədir? Dünya işlərində özündən aşağı baxacaqsan, axirət işlərində özündən yuxarı baxacaqsan. Kirədə qalırsan, dinə ki, Rəbbimizə sonsuzları şükürlər olsun. Kirə pulunu belə tapan yoxdur.
Baxacaqsan çöldə qalanlara. Bir otaqlı evim var, deyən şükürlər olsun. Deyə o birisi qardaşım kirə pulunu gücdən verir. Belə bir özünü təsəlli tapacaqsan. Yuxarı baxsan, ürəyin partlayacaqdır. Milyoner olsan belə yenə də nədir? Mümkün deyil ki, səndən varlığını tapacaqsan. Amma axirət işlərində qardaşlarım, əgər aşağı baxırsanız, özünüzü məhv edəcəksiniz. Deyəcəm, bana bax, qonşum biz namaz qılır, mən namaz qılmır. Filankəs qardaşlara baxır, saqqal saxal, mənim saqqalım var. Filankəsə bax, belədir, belədir. Olmaz belə. Sən bax ki, dinən ki, 10 ildir mən ibadət edirəm, biləm Quranın yarısını əzbərləməmişəm. Quranın filan düzünü bilmirəm və yaxud da ki, əzbərliklərimin təfsilatını bilmirəm. Və yaxud da dinən ki, özünə ki, filan qardaşım görünü sildi, təzə gəlibdir, məndən sonra artıq ərəb dilini bilir, artıq alimlərə qulaq asır. Və belə özünü yiyəcəksin, aşağı görəcəksin. Və onda artıq səndə nə yaranacaqdır? Yəni, daha irəli getməyə həvəs olacaqdır. Və axırıncı, bir dənə də sizə nəsiyyəti eləyim, Allahınızdan onunla da kifayətlənək. Bir də ki, qardaşlar, yəni, əsas o deyil ki, sən nə qədər öyrənəcəksin. Ola bilsin ki, mən gün ərzində bir ay əzbərləyə onun artıq əzbərləyə və yaxud 2 gün əzbərləyə və 3 gün əzbərləyə. O bizim qardaşım bir səhifə əzbərləyə. Düzdürmü? Bu, yəni, əsas o deyil. Əsas nədir? Əsas odur ki, o yolda olmaq. O boyutda Şeyx Albani Rahimullah deyir ki, bu yolun sonu bilinmir. Nəyin yolu? Yəni, elmin sonu yoxdur. Mən bu yola çıxmışam və bu yolda mən çıxbağayam. Mən çıxmamışam bu yolu sona çatmağa. Mən çıxmışam bu yolda ölməyə. Və siz də əlhəmdülillah götürün, qardaşlar, öyrənin və öyrəndiyiniz əgər əməl eləsəniz, sonra dəvət eləsəniz, o möhkəm qalacaqdır sizdə. Birinci öz ailənizdən başlayın, yaxınlarınızdan başlayın. Və belə əsas deyil ki, sən məsələsinin Quranı qutarasın. Hətta alim olmaq üçün belə Quranın tam hafiz olması vacib deyil. O ki, qaldı bizə. Amma əsas odur ki, sən oxuyasan, öyrənəsən, dayanmayasan, daim istimrarlı olasan, möhkəm olasan, himməli olasan. Yəni, cənnətin yolu, qardaşlar, tikanlı yoldur. Dağa qalxmaqdır. Əgər rahatsız istəyirsənsə, o cəhənnəmin yolu Allah qorusun. Dağdan aşağı düşməkdir. İnsan dığıran gelib düşür ora. Ona görə cəhd eləmək lazım. Onsuz az qalır. Ola bilsiniz, bizim fikirləşdiyimizdən daha çox az qalıbdır. Nə bildik, nə qədər yaşayacaq gündən sonra, bir Allah bilir. Allah daha doğrusunu bilir, qardaşlarım. Allah subhanahu bizi müvəffəq eləsin, bu aya xeyri sağ-salamat daxil ola və o aydan tam şəkildə Allahın müvəffəqiyyəti ilə faydalanaq və Allah subhanahu rəhmətini qazanaq və Allah subhanahu bizləri rəhm eləsin. Allah yenə də hər birinizdən razı olsun. Allah daha doğrusunu bilir. Allah subhanahu bizə faydalanır eləsin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.